Salam əziz point bilən oyuncuları. Bugün mən sizə kat 20 saniyəlik öyrədəcəyəm. Birinci tit mühərrikini açırıq. Fərqi yoxdur, sizdə hansıdırsa onunla işləyin. Giririk Windows listə. Point bilən kat. Burada array of bytes edirik. Giririk point bilən kat. Səzdə stansiya metro. Mütləq stansiya metro olmalıdır. Otağın adını qoyuruq kat. Parol hələ qoymaq olar. Otağı quraşdırana qədər. Tit mühərrikinə giririk. Bu kodu yazırıq. Kodu yazandan sonra burada bir dənə значение gəlir. Process in memory region basırıq və otağı dəyişdiririk. Bunu 20-ni 49 edirik. 12-ni 05 edirik. 08-i 38 edirik. X-i basırıq. Və bunun üstünə 2 dəfə tıqqıldadırıq. Burada array of byte-a giririk. 4 byte silib OK basırıq və quş qoyuruq. Bunda mütləq 3 round etmək lazımdır ki 20 saniyə olsun. Və paroli silirik. Bu qədər. Hər şey hazırdır. Çox sağ olun.